Spartakiyadanın açılış mərasimində Gəncə Dövlət Universitetinin İdman Kafedrasının müdiri Firudin Həsənov idmançıları salamladı. Universitetin rektoru Mübariz Yusufov bu təhsil ocağında idmana xüsusi yer verildiyini bildirdi. Buna sübut olaraq buranın tələbələrinin respublika və beynəlxalq yarışlarda əldə etdikləri qələbələri qeyd etdi. Şəhər Gənclər İdman və Turizm Baş İdarəsinin rəisi Cümalik Rəhimov Gəncə Dövlət Universitetinin idmana göstərdiyi qayğıya görə rektora Milli Olimpiya Komitəsinin və Gənclər İdman və Turizm Nazirliyinin diplomlarını təqdim etdi. Açılış mərasimindən sonra qızlar arasında voleybol yarışı keçirildi. Oyunlarda universitetin 8 fakültəsi iştirak edir. Dünən nəticələr məlum olub. Riyaziyyat və İnformatika fakültəsi 1-ci yerə, Metodikanın qızları 2-ci yerə, Tarix fakültəsinin idmançıları isə 3-cü yerə çıxıb. Spartakiyada dekabrın 18-də sona çatacaq. Vüsal Məmmədov, Fərrux Qafarov, Yunis Seyidzadə, Xəbər Plus.